Hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Fay Liqanın təşkilatçılığı ilə keçirilən sayca 5-ci şirkətlər liqasında artıq bugün mövsümə yekun vurulur və əvvəlcə 3-cü yer uğrunda oyunda bir ekosistemi ilə qlobal logistika komandaları üzdə gəlir. Heyətlərlə tanış olacaq, ancaq daha əvvəl Azərbaycan Respublikasının dövlət himni səslənəcək. Komandaların heyətləri: bir ekosistemi 91 Tərlan Aslanlı, 3 Tofiq Hüseynov, 4 komandanın kapitanı Rauf Məmmədov, 6 Firdovsi Kazımov, 7 Nicat Hüseynov, 11 Böyyağa Quliyev, 14 Nurəli Əsədov, 17 Güvən Məmmədov, 24 Elvin Hacı, 77 Nadir Məmmədli, 99 Ceyhun Şirinli. Baş məşqçi Vitali Borisov. Qlobal logistika 96 Fərrux Əliyev, 5 Cəlil Cəlilov, 6 Sadiq Məmmədli, 10 komandanın kapitanı Elvin Xudadatov, 11 İlqar Kiyazov, 17 Nurani İskəndərov, 39 Məhəmməd Hacıyev, 95 Emin Şəbiyev, 3 Sənan Tahirov. Baş məşqçi Zaur Səmədov. Oyunun hakimləri Knyaz Əmraslanov və Rıza Məmmədov. Artıq maçın startı üçün hər şey hazırdır. Mərkəzdən top oyuna bir ekosistemi kollektivi daxil edəcək. Hakimin işarəsini gözləyirlər. Topun yanında Güvən Məmmədov dayanıb. Fit səsləndikdən sonra 3-cü yer uğrunda oyun start götürəcək. Fit səslənir və maç başladı. Bir ekosistemi futbolçularının toxunuşu ilə oyun start götürür. Fərrux Əliyev
Top Qlobal Logistika oyuncularındadır. Ötən turu, yəni yarım final mərhələsini xatırlasaq, orada Qlobal Logistika Azərsuna məğlub olmuşdu 1-2 hesabı ilə. İndi Güvən zərbə vurur qeyri-dəqiq alında. Bir ekosistemi isə Yellowbankla gərgin keçən maçda 1-4 hesabı ilə uduzmuşdu. Elvin Xudadatov ötürür topu sağa. Fərrux hücuma qoşulub. Fərrux ötürdü topu Elvinə. Elvin Xudadatov. Sağ Cahan Məhəmməddədir top. Çempionatın bombardiridir Məhəmməd. 21 gol var aktivində. Ancaq onun ən yaxın izləyicisi bugün rəqib komandada çıxış edir. Bir ekosistemində oynayır. Nurəli Əsədovun aktivində 18 gol var. Bugün 3 gol vurmalıdır ki, Məhəmmədə çatsın. Korner. Yerinə itirildi. Ötürmə. Məhəmməd Hacıyev zərbə vurur. Top meydanda qaldı. Rauf topu oradan çıxararkən az qalsın. Hər şey baha başa gələcəkdi komandasına. Tərlan Aslanlı orada sayıq davrandı. Topu çıxara bildi. Fərrux sağa. Fərrux Əliyev. Elvin Xudadatov. Elvin. Geriyə. Fərrux. Sağ cinahlı oynayır. Məhəmməd Hacıyev. Hacıyev zərbə vurur. Əvvəlcə müdafiəçidən, ardınca isə Tərlandan toxunuş var idi və nəticədə top meydandan çıxdı. Daha bir küncdən zərbə. Ötürmə geriyə. Məhəmməd. Hacıyev. Fərruxdadır top. Rəqibin təzyiqini gözləyir. Ötürmədə isə Rauf topu götürdü. Ötürmə hesabı açmaq olar. Zərbə və gol! Tofiq Hüseynov hesabı açır bir ekosistemi. 1-0. Maçın 3-cü dəqiqəsində 3 nömrəli oyuncu Tofiq Hüseynov hesabı komandasının xeyrinə dəyişir. Orada Rauf Məmmədov yaxşı oynadı. Oxudu ötürməni, vaxtında irəli çıxdı və asist etdi. Elvin Xudadatov. Elvin. Fərruxla oynayır. Ondan sağ cinah ötürmə, zərbə cəhdi Məhəmməddən alınmadı. Güvən orada ayaq qoydu topa. Nəticədə top meydandan çıxır. Out. Emin. Şəbiyev. Out yerinə itirir. Şəbiyevdən ötürmə. Elvin. Xudadatov. Xudadatovdan ötürmə. Emin. Nurani cinahı dəyişdi sağa. Məhəmməd qaytarır yenidən sola. Nurani ötürür mərkəzə. Yaxşı hücum idi. Güvən qarşısını kəsdi. Ardınca topu uzaqlaşdırırlar. Top Fərruxda. Məhəmməd. Geriyə. Elvin Xudadatov. Fərrux. Yenidən Elvin. Ötürmə qapı qarşısına. Rauf qarşısını kəsir. Uzaqdan daha bir zərbə. Fərrux vaxtında qayıdır. Topu götürür. Məhəmməd Hacıyevə yola keçdi Məhəmməd. Bir rəqibindən keçdi ancaq Rauf gəldi. Topu götürdü. Rauf irəliyir. Məmmədov ötür topu Güvənə. Güvəndən qapı qarşısına top meydandan çıxır. Başladılar. Elvin sola. Məhəmməd Hacıyevdən ara ötürməsi keçmədi. Rauf. Güvən saxladı topu Ceyhun üçün. Getdi özü irəli. Rauf. Qayda pozulub Tofiqə qarşı. Elvin Xudadatov Kobuda oynayıb. Rauf başladı. Böyüğa. Quliyev. Tofiq. Ceyhun yenidən Tofiq geriyə.
Top Rauf Məmmədovda. Raufdan ara ötürməsi yaxşıdır. Güvən, döndü Güvən. Zərbə alınmadı. Tofiq. Rauf. Sağ canaha, Böyüyağa. Dəyişdi. Ceyhundan irəli ötürməyə yaxşı alınır. Güvən Məmmədovun zərbəsi qeyri-dəqiqdir. Boşluqlar verir Qlobal Logistika müdafiədə. Fərrux. Emin. Məhəmməd dönməyə çalışırdı, orada qayda pozulub. Məhəmməd Hacıyevə qarşı kobudluq qeydə alındı. Cərimə zərbəsi yerinə itiriləcək. Topun yanında Məhəmməd Hacıyev və Elvin Xudadatovdur. Canlı sətdə 2 oyuncu dayanıb. Elvin gəlir. Solunda Məhəmməd. Ötür topu Məhəmməd. Yerlə zərbə yaxın küncə. Tərlan Aslanlıda qalır top. Böyüyağa. Böyüyağa irəliyir. Quliyev. Zərbə imkanı var. Böyüyağa vurur. Top Emin Şəbiyevə dəyərək meydandan çıxır. Ötürmə, anlaşılmazlıq, top çıxdı meydandan. Emin. Elvin Xudadatov. Xudadatov. Ötürmə Fərruxa, Fərrux baxır, qapı qarşısına, ötürmə Məhəmməd. Zərbə vurur, qeyri-dəqiqdir. Qapının üstündən keçir. Tərlan Aslanlı başlayacaq. Tərlan. Ötürdü topu. Tofiqdədir. Tofiq Hüseynov. Böyüyağa özünü göstərdi irəldə. Tofiqdən ötürmə Cinaha. Firdovsi ötürmək keçmədi. Nurani. Yenidən Firdovsi. Sağa. Böyüyağa çətinliklə saxladı topu. Quliyev. Orada Elvin Xudadatov gəlirdi üzərinə. Böyüyağa və top meydandan çıxır. Alt bir ekosistemin indi. Böyüyağa başladı. Ceyhunla oynayır. Ceyhun yenidən Böyüyağa. Quliyev. Zərbə vurur. Fərruxda qalır top. Elvin Xudadatov. Fərrux. İrəli. Orada İndi yenidən topu qazanır bir ekosistemi kollektivi Ceyhundan. Sola bir qədər gecikdi. Böyüyağa dönməyə çalışdı, alınmadı. Out Qlobal Logistikanın Məhəmməd Nurani. Pressing var Elvindən geriyə. Fərrux. Məhəmməd yaxşı irəlilədi. Məhəmməd Hacıyev çəkdi sağına. Məhəmməd əla keçdi. Ötürmə. Zərbə alınmadı. Səman geriyə oynayır. Zərbə qeyri-dəqiqdir. Heyf o keçiddən. Ayaqlı oynamışdı Məhəmməd Hacıyev. Tərlan. Tofiq. İrəli ötürmə Raufdan. Firdovsi yaxşı getdi. Sağcaqda Emin qarşısını kəsir. Top meydandan çıxır. Qapıdan zərbə. Nurani. Sola. Elvin Xudadatov. Emin baxır qapıya. Zərbə Tərlan. Çıxarır top Aslanlı. Korner olacaq. Küncdən zərbə yerinə yetirildi. Məhəmməd Hacıyev. Bu dəfə qarşısını kəsirlər, amma top qalır onun komandasında. Nuraninin zərbəsi təhlükəli idi Tərlan. Tərlan bugün kifayət qədər seyv edib artıq. Baxmayaraq ki, hələ cəmi 10 dəqiqə geridə qalıb. Elvin Xudadatov. Ötürmə qapı qarşısına, uzaqlaşdırırlar topu. Fərrux.
Məhəmməd Hacıyev. Zərbə çox təhlükəli idi. Məhəmməd az fərqlə top qapının üstündən keçir. Tərlan Aslanlı Tofiqlə paslaşdı. Mərkəzdə boşluğu tapdı. Firdovsi ilə oynayır. Firdovsi özü irəliləyir, hələ ki çəkdi sağına. Topu buraxır Tofiq üçün. Ondan geriyə. Böyüyağa Rauf baxdı qapıya. Rauf vurur, qeyri-dəqiqdir zərbə. Məhəmməd Hacıyev. Fərrux Əliyev. Elvin Xudadatov. Xudaдаtovdan ötürmə. Fərrux Əliyevdədir top. Fərrux sağa. Paslaşdı Eminlə yenidən. Top Fərruxda. Əliyev. Məhəmməd Hacıyev. Emin Şəbiyev. Ötürür topu Elvinə. Elvin Xudadatov. Xudadatov növbət ötürmə. Nurani yenidən. Elvindədir top. Xudadatov. Nurani İskəndərov. Sol canaha. Orada Tərlan. Topu meydanda saxlamağa çalışdı. Alınmadı. İkinciden zərbə. Məhəmməd Hacıyev ötürür topu Elvinə. Elvin Xudadatovun uzaqdan zərbəsi. Qeyri-dəqiq alınır. Top meydandan çıxır. Tərlan Nadirlə oynayır. Nadir Məmmədli atıb keçməyə çalışdı. Elvin Xudadatov kəsir qarşısını. Xudadatovdadır top. Sola Nurani İskəndərovla oynayır. Məhəmməd Hacıyev. Hacıyev orada Böyüyağa alır topu. Böyüyağa Quliyevdən ötürmə cinaha. Firdovsi. Uzaqlaşdırılır top. Firdovsi Kazımov. İrəli ötürmə. Top Qlobal Logistikaya keçir. Elvin Xudadatov. Sol cinaha Məhəmməd Hacıyev. Yenidən Elvin Xudadatov. Güzel oynadı. İndi Ceyhun irəliyir. Ötürmə sağ cinaha. Böyüyağa Quliyev. Növbət ötürmə Ceyhun. Zərbə qeyri-dəqiqdir. Bir ekosisteminin 3-cü dəqiqədə Tofiq Hüseynovun vurduğu qolla 1-0'lıq üstünlüyü davam edir maçda. Elvin Xudadatov. Fərrux. Fərruxdan sola Xudadatov. Elvin yaxşı alınmadı. Nə zərbə kimi, nə ötürmə kimi. Rauf. Güvən. Geriyə oynayır. Tərlan Aslanlıdan ötürmə. Firdovsi. İndi təhlükə olublar. Tahirov. Sənanın bugün qaçırdığı ikinci epizoddur. Ən real gol imkanları hələ ki ona qismət olub. Qlobal Logistikada. Böyüyağa Quliyev. Təhlükəli idi zərbə. Az fərqlə top qapıdan aralı keçdi. Elvin Xudadatov. Elvin Xudadatov. Top Fərruxda. Ondan sola yenidən Elvin. Fərrux. Xudadatovla oynayır yenidən. Fərrux Əliyev. Baxır orada qapıya.
Sol cinahlı oynadı. Növbət ötürmə. Nurani qapı qarşısına. Yox. Zərbə vuran tapılmadı orada. Topu çıxarırlar. Out. Nurani. Fərrux. Sağa. Məhəmməd Hacıyev. Hacıyev. Cinahı dəyişdi. Elvindir burada. Xudadatov. Ötürmə qapı qarşısına. Toxunuş uğurlu alınmadı Nurani'də. Qapıdan zərbə. Tərlan. Güvən. Yenidən Tərlan. Sağ cinaha yaxşı ötürmə. Tofiq. Tofiq. Saxladı topu Güvən. Güvəndən ötürmə. Qeyri-dəqiqdir. Top çıxır meydandan. Out. Güvən özü qazanır topu. Məmmədovun zərbəsi. Qapıcı çıxarır. Korner. Küncdən zərbə ilə həmləsi davam edəcək. Bir ekosisteminin. Güvən Məmmədov. Güvəndən ötürmə Böyük Ağaya. Quliyev qapı qarşısına Nadir dönməyə çalışdı, alınmadı. Nadir Məmmədli getdi cinaha. Nadir ötürmə qapı qarşısına orada alınmır. Fitdə səslənir. Qayda pozulub. Elvin Xudadatov. Elvin. Xudadatov. Fərruxdan ötürmə. İndi orada Böyüyağa topu qazanmağa çalışdı, alınmadı. Fit səslənir. Sərbəst zərbə təyin olunur. Təhlükəli oynamışdı orada bir ekosisteminin futbolçusu. Görək, Qlobal Logistika komandası sərbəst zərbədən necə yararlanacaq. Topun yanında Elvin Xudadatovdur. Məhəmməd də oradadır. Elvin. Hakimin işarəsini gözləyir. Sərbəst zərbədir, birbaşa zərbə olmaz. Fit səslənir. Elvin topu ötürürdü. Məhəmməd çəkdi soluna. Hacıyevin zərbəsi qeyri-dəqiq alınır. Tərlan Aslanlı. Tərlandan irəli. Güvən. Dabanla Nadirə anlaşılmazlıq. Elvin Xudadatov. Elvin. Xudadatov ötürür topu Fərrux Əliyevə. Fərrux. Sola Elvin. Xudadatov qapı qarşısına. Top birbaşa Tərlana gəlir. Tərlan Aslanlı. Tələsmir. Gözləyir Tərlan. Ötürdü indi Güvənə. Güvən Məmmədov. Məhəmməddən çıxdı top. Out bir ekosisteminindir. Time out. Time out götürülür. 19-cu dəqiqədə. Hər hissədə hər komandanın bir dəfə time out götürmək hüququ var. Görək. Qlobal Logistika fasiləyə dək hesabı bərabərləşdirə biləcək ya yox? Oyunda. Yeganə qolu 3-cü dəqiqədə Tofiq Hüseynov vurub. Əslində həmin dəqiqələrdə oyunun əvvəlində Qlobal Logistika topa daha çox nəzarət edirdi. Ümumi əgər belə bir statistika olsa əlimizdə yəqin ki Qlobal Logistikanın topa nəzarəti üstünlüyü var, amma zərbələr də var əslində. Sadəcə dəqiqlik çatmır. Hələ ki Tərlan Aslanlı uzaqdan vurulan həmin zərbələri də edib. Yaxın məsafədən 2 cəhdi olub, 2 fürsəti olub Qlobal Logistikanın. Onda da Sənan Tahirov dəqiq oynamayıb. İndi səhvə yol verdilər. Top Qlobal Logistika futbolçularında Sadiq Məmmədli zərbə vurur.
Toxunmağa ehtiyac yox idi əslində. Tərlan Aslanlı topa toxundu. Korner olacaq. Top onsuz da qapıya getmirdi. Emin. Şəbiyev. Məhəmmədlədir top. Hacıyev. Altı yerinə yetirildi. 20 dəqiqə bitib. Böyəğa. Raufdan irəli ötürmə. Güvən. Məmmədov saxladı topu. Güvən! Lasef Fərruxdan. Əliyev necə çıxardı orada? Çox yaxın məsafədən. Əla reaksiya göstərdi topa Fərrux Əliyev. Güvən fasiləyə komandasını 2-0 hesabı ilə üstün yollaya bilərdi. Amma yaxın məsafədən topu qapıya vura bilmədi orada. Fərrux ona imkan vermir indi. Bərabərlik qolu da izləyə bilərdik. Hissənin sonu maraqlı keçir. Güvəndən əla keçir Məmmədov. Məmmədov gedir sancaqda. Güvən alınmadı. 2 nəfər ona mane oldu. Qarşısını kəstdilər. Mükəmməl qol izləyə bilərdik orada zərbə vura bilsəydi Güvən. Amma alınmır, fit səslənir və beləliklə birinci hissə başa çatır hörmətli izləyicilər və komandalar kimi biz də fasilə ayrılırıq. İkinci hissədə yenidən görüşərik.
Azərbaycan Minifutbol Federasiyasının dəstəyi Fire Media'nın təşkilatçılığı və Yara Tekstilin forma tərəfdaşlığı ilə keçirilən sadəcə 5-ci Şirkətlər Liqasında 3-cü yer uğrunda oyun. Az qala indi ikinci qolu izləyə bilərdik. İkinci hissəyə sürətli başladı. Bir ekosistemi Böyüyağa Quliyev fərqlənə bilərdi. Alınmadı. İlk hissədən sonra 1-0'lıq üstünlüyü var bir ekosistemin. Yeganə qolu Tofiq Hüseynov vurub. Böyüyağdan qapı qarşısına Ceyhunu görmüşdü. Nurani imkan vermədi. Böyüyağa ötürdü topu. Güvən saxladı. Güvən Məmmədov. Güvən gedirdi sola. Pauza verdi Güvən. İtələdilər mi onu? Məhəmməd Hacıyev aldı topu. Yoxsa yox. Hiç səslənir. Out bir ekosisteminindi. Amma düzgün yerinə yetirilmədi və out. Artıq qloballa gizli qalındı. Xətt üzərindən top oyuna daxil etmək lazımdır. Məhəmməd Hacıyev başladı. Emin Şəbiyev. Fərrux. Fərrux Əliyev. Sola. Elvin Fərrux. Əliyevdən irəli. Orada Emin. Sağda Məhəmmədi gördü. Hacıyev. Alınmadı. Qeyri dəqiq olur zərbəsi Məhəmməd Hacıyevin. Tərlan. Tofiq. Rauf. Raufdan irəli. Böyüyağa dönməyə çalışdı. Orada Elvin mane olurdu ona. Yaxşı ötürmə Böyüyağadan. Tofiq. Rauf. Geriyə. Rauf. Sağcaha. Orada. Qayda pozulub. Fit səsləndi. Tofiq Hüseynovun vurduğu qolla bir ekosisteminin üstünlüyü var. 3-cü dəqiqədən etibarən. İlk hissədə başqa qol izləmədiyi görə ikinci hissədə izləyəcəyik ya yox. Böyüyağa. Rauf sağa. Tək toxunuşla ötürmə Tofiqə dəqiq alınmır. Emin. Elvin. Xudadatov. Fərrux Əliyev. Əliyevdən sağa. İndi Sadiq zərbə vurur qapıcı. Təkrar zərbə Böyüyağa. Sadiq Məmmədlinin zərbələri təhlükəli alındı. Xüsusən də ilk zərbə qapıcı sanki görmürdü. Son anda ayaqla reaksiya göstərdi. Ötürmə Məhəmmədə. Məhəmməd Hacıyev. Tutub çəkirdilər onu formasından. Qayda pozulub. Məhəmməd Hacıyev. Cərmə zərbəsini özü yerinə yetirəcək. Canlı sətdə Tofiq və Güvən dayanıblar. Fit səsləndi. Məhəmməd Hacıyev çox qüvvətli zərbə idi. Orada Tofiqə dəydi. Hakim də oyunu saxladı bu səbəbdən. Düzdür, başına dəyməmişdi. Səhv etmirəmsə. Qoluna dəydi. Orada deyəsən, əli də özünə dəydi. Zərbənin qüvvətindən bir qədər pauza yaranmalı oldu. Hakim topu qaytaracaq Qabala Gistikaya. Elvin. Geriyə Fərrux. Fərrux Əliyev sağa. Məhəmməd Hacıyevdən ötürmə. Top yenidən Fərruxdadır. Əliyev solcaha. Elvin daha bir ötürmə. Nurani qapı qarşısına alınmadı. Tofiq başla uzaqlaşdırır. Böyüyağa atıb keçməyə çalışdı. Alınmadı.
Emin geriyə, Fərrux. Fərrux Əliyev. İrəli, orada başladı. Toxunuş da var idi, amma Tərlan Aslanlıda qalır top. Sadiq, Məmmədlidən Dabir ötürmə, Nurani döndü, Nurani. Zərbə Tərlan Aslanlı. Yenə imkan vermir Tərlan. İndi əks hücum bir ekosistemindən böyüyə ötürür. Güvən Məmmədov. Bu dəfə Emin. Ardıcıl iki gözəl hücum izlədik. Ötürmə böyüyə, Quliyev zərbə vurur, Sadiq. Məhəmməd Hacıyev sağcıha ötürmə keçmədi. Out Qaba Logistikanın da. Fərrux. Elvin Xudadatov. Ötürür topu. Fərrux, Nurani, İskəndərov. İskəndərovun zərbəsi Güvəndən qayıtdı. İndi Güvən, Məmmədov ötürdü topu Raufa, Rauf Məmmədov. Zərbə alınmır. Zərbə dəqiq alınmadı. Time out. Time out götürülür. Oyunda qısa pauza yaranacaq. Baxmayaraq ki, sürətli oyun izləyirik. Hər iki tərəfin hücumları, zərbələri var. Amma qol sarıdan bir qədər kasaddır. Yalnız bir gol izləmişik maçda. O da oyunun əvvəllərində. Oyun bərpa olunur. Elvin Xudadatov. Fərrux Əliyev. Elvin Xudadatov. Məhəmməd Hacıyev top çıxır meydandan. Tərlan. Elvin. Ötürmə Məhəmməd Hacıyev. Tərlan qaytarır yenə. İndi uzaqdan zərbə Raufdan qeyri dəqiqdir. Tərlan Aslanlı bugün mükəmməldir. Bugün olduqca yaxşı təsir bağışlayır. İrəli ötürmə. Orada Tərlan çıxışda inamlı oynayır. Topu çıxarır meydandan. Elvin Xudadatov buraxdı topu. Nurani başladı. Ötürdü Cünaha. Məhəmməd Hacıyev. Hacıyev zərbə vurur Tərlan. Aslanlı yenə yaxşı oynadı. Burada Nurani qaydanı pozur. Firdovsiyə qarşı Kobud oynayıb. Cəlmə zərbəsi olacaq. Nurani İskəndərova sarı vərəqə də göstərilir. Maçın 30-cu dəqiqəsində. Fitsəslənir Rauf başladı. Firdovsi.
Firdovsi Kazımov yaxşı döndü. Əla çevrildi Firdovsi Kazımov, amma Elvin alır top ondan. Xudadatov böyüyağa ona mane olurdu. Məhəmməd Hacıyev. Böyüyağanın pressingi davam edir. Emindən qapçıya. Fərrux böyüyağa orada getdi. Nurani sağa. Emin Şəbiyev. Məhəmməd Hacıyev. Hacıyev baxır qapıya. Böyüyağa önündə Məhəmməd zərbə imkanı axtarır. Hacıyev solla vurur. Tərlan Aslanlı götürdü. Tərlan. Aslanlıdan sağa tək toxunuşla ötürmə alınmır. İkinci cəhd yenə alınmadı. Top meydandan çıxdı. Out. Bir ekosistemin indi. Ötürmə geriyə. Tofiq. Qapçı ilə oynayır. Tərlan. İləri ötürmə qeyri dəqiqdir. Elvin Xudadatov. Fərrux Əliyev. Fərrux. Topladı. Əliyev, Emin. Qapı qarşısında Nurani və gol! Hesab bərabərləşir. Nurani İskəndərov. Qaba Logistikanın bərabərlik golunun müəllifi olur. Maçın 32-ci dəqiqəsində hesab bərabərdir 1-1. Qaba Logistika çox sayılı hücumlardan sonra nəhayət qolu tapır. Qaba Logistika qələqli oyunda hesab bərabərləşdir. Nurani İskəndərov. Fərruxdan irəli ötürmə. Böyüyağa. Qayda pozulub Quliyevə qarşı cərimə zərbəsi olacaq. Səsləndikdən sonra top oyuna daxil ediləcək. Ceyhun sola. Firdovsi yenidən Ceyhundadır top. Rauf. Ceyhun. Ötürmə, Nurani topu götürür. Ötürmə Məhəmmədə. Hacıyev keçə bilmədi Raufdan. Hücumsa davam edir. Nurani İskəndərov. Nuraninin zərbəsi. Rauf. Yenidən Nurani. Dabir ötürmə Məhəmməd. Hacıyev qapı qarşısına. Fit səslənir. Qayda pozulub. Məhəmməd Hacıyevə qarşı kobudluq. Cərimə zərbəsi olacaq. Qaba Logistika. Cərimə zərbəsi yerinə yetirəcək. Elvin Xudadatovdur topun yanında. Canlı səddə iki oyuncu dayanıb. Fit səslənir. Elvin Xudadatov ötürmə. Zərbə alınmadı Sadiqdə. Rauf. Sadiq aldı topu. Sadiq Məmmədli. Dabir ötürmə qapı qarşısına. Tərlan irəli çıxdı. Topu götürdü. Tərlan Aslanlı. Tərlan. Sarjantda Firdovsi. Dabir ötürmə irəliyə. Tofiq. Tofiqdən geriyə. Rauf. Rauf. Ara ötürməsi yaxşı idi. Böyüyağa. Böyüyağa. Quliyevin zərbəsi alınmadı. Hər iki tərəf bugün bir futbolçusundan istifadə edə bilmir. Qırmızı vərəqə səbəbindən. Qaba Logistikada Bəhman Cəfərov. Bir ekosistemində isə Emir Fətəliyev bu maçda iştirak etmir. Elvin Xudadatovun zərbəsi. Tərlan Aslanlı topu götürür.
Tərlan, Böyüyağa. Quliyev, sola. Tofiq. Hüseynov. Tərlan. Aslanlıdan irəli ötürmə. Emin qarşısını kəsdi. Firdovsi. Firdovsi. Dabanla ötürmə alınmır. Elvin. Xudadatov. Nurani. İskəndərovdadır top. Sağcanlı oynayır. Elvin. Xudadatov getdi sağda. Elvin ötürmə qapı qarşısına alınmır. Top qaldı meydanda və Elvində. Sadiq. Məmmədlidən geriyə. Emin Şəbiyev önü boş idi. Emin Şəbiyevin zərbəsi təhlükəli alındı. Az fərqlə top dirəyin yanından meydandan çıxdı. Rauf Məmmədov. Rauf baxır irəli. Məmmədovdan ötürmə. Emin sinəsi ilə qəbul etdi. Güvən topu götürməyə çalışdı orada. Qayda pozulmayıb, hakim davam dedi və out yerinə yetirildi. Cəlil Cəlilov. Nurani qapçıya. Cəlil Cəlilov. Fərrux. Fərrux Əliyev. Fərruxdan ötürmə qapı qarşısına Tərlan Aslanlı topu çıxardı. Böyüyağa. Quliyev, Rauf oynayır. Yenidən Böyüyağa. Quliyevdən ara ötürməsi. Zərbə Firdovsi və Fərrux. Fərrux Əliyev. Əla seviydi. Bugün qapçılar ön plandadır. Məhəmməd Hacıyev və Rauf Məmmədov çıxardı topu. Korner. İkinciden zərbə yerinə yetirilir. Məhəmməd Hacıyev ikinci nöqtəsindən topu oyuna daxil edəcək. Fit səslənir. Ötürmənin qarşısını kəsdilər. Cəlil. Nurani. İskəndərov. Zərbə alınmadı. Raufdan indi ötürmə. Böyüyağa. Sağda getdi komanda yoldaşı. Böyüyağa öz irəliyir. Quliyev və Emin Şəbiyev. Topun önünü kəsir. Out. Önünü kəsmişdi orada Sadiq Məmmədli. Böyüyağı Quliyevin. Yan xətdən top yenidən oyuna daxil ediləcək. Yox, cərimə zərbəsi hətta təyin edildi. Böyüyağa Quliyev, Böyüyağadan ötürmə. Firdovsi saxlamadan vurur, amma top ayağına oturmadı istədiyi kimi. Fərrux, Güvən, Rauf saxladı topu. Rauf cinahı dəyişir. Firdovsi Kazımov irəliyir. Firdovsi, Kazımov, ötürmə, Güvən, Məmmədov. Güvən döndü Böyüyağa, Quliyev çevrilir. Böyüyağın zərbəsi alınmadı. Sadiq, Cəlil, Məhəmməd Hacıyev. Hacıyev getdi sağcaqda, zərbə vurur. Geridə qalınır. Güvən Məmmədov. Güvəndən sağa, Firdovsi, Güvən, Məmmədov. Az fərqlə top qapıdan aralı keçdi. Emin Şəbiyev. Elvin oynayır, Elvin Xudadatov. Fərrux, indi sağcaqda Məhəmməd Hacıyev. Yenə qeyri-dəqiqə qalınır zərbə. 40-cı dəqiqədir maçda. Hesab 1-1-dir. Əsas vaxtın son dəqiqəsi oynanılır. Hər şey penaltilər seriyasına doğru gedir. Son dəqiqədə irəli çıxan tərəf olacaqmı? Böyüyağa, Quliyev bir ekosistemi hücumdadır. Firdovsi yenidən Böyüyağa, Quliyev getməyə çalışdı, irələməyə çalışdı sağda. Firdovsi də qoşuldu mübarizəyə, ötürmə geriyə. Rauf Məmmədovdan qapı qarşısına. Fərruxda qalır top. Fərrux Əliyev dərhal başladı. Nurani İskəndərov. Geriyə oynayır Fərrux. Fərrux Əliyev.
Elvin. Nurani, İskəndərov. Qayda pozulub. Fit səslənir. Orada Nurani İskəndərova qarşı cərmə zərbəsi təyin edildi. Daha doğrusu qayda pozuldu və Qlobal Logistika'nın xeyrinə cərmə zərbəsi təyin olunub. Canlı sətdə 2 oyuncu dayanıb. Fit səslənir. Elvin getdi. Məhəmməd Hacıyevin zərbəsi qeyridə qalınır. Və maçın final fiti səslənir. Əsas vaxt başa çatdı. Üstün tərəf yoxdur. 1-1. Bugün qapıçılar olduqca yaxşı çıxış edirdi. Xüsusən də Tərlan Aslanlının oyununu qeyd etmək lazımdır. Dəfələrlə komandasını Real goldan xilas etdi. İndi isə qapıçılar yenə də özlərini göstərməlidirlər. Penaltilər seriyasında onlar bir qədər sonra final qarşılaşması baş tutacaq. Finalda Yellow Bank və Azərsun üz-üzə gələcək. Artıq həmin maçı izləyəcək azarkeşlər də tribunada öz yerlərini tutublar. Ancaq daha əvvəl penaltilər seriyası olmalıdır.
hörmətli izləyicilər, maçın əsas vaxtı 1-1 hesabı ilə başa çatdı və artıq qalibi penaltilər seriyası müəyyənləşdirəcək. İlk penaltini bir ekosistemi komandasının üzvü Güvən Məmmədov yerinə yetirəcək. Fərrux Əliyev qapıdadır. Hakimin işarəsini gözləyir. Güvən fit səslənir. Görə ilk penalti zərbəsi necə alınacaq? Güvən Məmmədov nəfəsini dərdi. Gəlir Güvən Məmmədov və top qapıdan keçir. 1-0. Penaltilər seriyasında üstünlüyü ələ alır bir ekosistemi komandası. Xatırladım ki, ilkin olaraq hər iki tərəf 3 penalti vurmaq hüququna malikdir. İlk 3 penaltidə daha dəqiq oynayan tərəf qalib sayılacaq. Bərabərlik olarsa növbəti penaltilər olar. İndi Nurani İskəndərov və o da dəqiq oynayır. O da topu qapıdan keçirir. 1-1 oyunda hesabı bərabərləşdirdiyi kimi penaltilər seriyasında da hesaba tarazlıq gətirir Nurani. Böyüyağa Quliyev Fərrux Əliyevə qarşı. Fit səslənir. Böyüyağa Quliyev toxunuş var idi amma yetmədi. Top keçir qapıdan. 2-1. Emin Şəbiyev hesabı bərabərləşdirməyə çalışacaq. Qlobal Logistikanın 95 nömrəsi. Emin Şəbiyev Tərlan Aslanlıya qarşı. Tərlan penaltini dəf etməyə çalışacaq. Fit səslənir. Emin gəlir. Emin Şəbiyev və topu qapıdan keçirir Emin. 2-2. 2-2 olur hesab. Tərlan çox çalışdı topu çıxarsın, ancaq alınmadı. Üçüncü penaltilər. 3 nömrəli oyuncu. Maçda 3-cü dəqiqədə hesabı açan Tofiq Hüseynov topun yanındadır. Tofiq gəlir. Tofiq Hüseynov 9'luğa vurur topu. Və oyunda olduğu kimi penaltilər seriyasında da fərqlənir. İndi isə çempionatın ən məhsuldar oyuncusu Məhəmməd Hacıyev. Qlobal Logistikanın 39 nömrəsi. Komandasını 3-cü yer uğrunda oyunda yarışda tutmağa çalışacaq. Çünki bu zərbə qolu olmasa artıq 3-cü yerin sahibi bir ekosistemi ola bilər. Fit səslənir Məhəmməd Hacıyev. Dəqiq oynayır. O da topu keçirir qapıdan. 3-3. İlk 3 penalti dəqiqdir hər iki tərəfdə. İndi artıq növbəti penaltilər başlayır. Artıq səhv etmək şansı yoxdur heç kimin. Ceyhun Şirinli. Topun yanındadır. Ceyhun Şirinli. Fit səslənir. Ceyhun dəqiq oynayır Şirinli. 4-3 hesab. İndi isə Qlobal Logistikanın kapitanı Elvin Xudadatov gəlir. Güvən keçdi qapıya. Güvən Məmmədov qapıdadır. Fit səslənir Elvin Xudadatov. Güvən topa toxunur amma alınmır. Yenə də top keçir qapıdan. Top yenə də qapıdan keçir. Və hesab yenə də bərabərdir. 4-4. 5-ci penaltilər. Firdovsi Kazımov. Fərrux Əliyevə qarşı. Fit səslənir. Firdovsi Kazımov və Fərrux Əliyev. Fərrux Əliyev penaltini dəf edir. Komandasına ciddi üstünlük qazandırır. İndi artıq Qlobal Logistika bu penaltini yerinə yetirsə 3-cü yerin sahibi olacaq. Sənan Tahirov gəlir. Güvən Məmmədovdur qapıda. Sənan görək komandasına bu maçın qalibi edə biləcəkmi? Bunun üçün yalnız bu penaltini dəqiq yerinə yetirmək lazımdır. Sənan Tahirov Güvən Məmmədova qarşı.
Hakimin işarəsi gəldi. Fit səslənib. Sənan, Tahirov, Güven Məmmədov! İnanılmaz penaltilər seriyası izləyirik. 4-4 qaldı. Hesab 4-4 qalır. Sənan Tahirov oyunda da 2 real gol imkanını qaçırmışdı. Penaltini də qaçırdı. İndi növbə Rauf Məmmədovdadır. Rauf Məmmədov gəlir. Rauf zərbə vurur. Topu keçirir qapıdan. 5-4. Sadiq Məmmədli. Güven Məmmədova qarşı. Sadiq Məmmədli. Oyun ərzində zərbələri solla vururdu. İndi deyəsən sağla vuracaq. Belə görünür. Fit səslənir. Sadiq Məmmədli yox elə solla vurur. Qolunu vurur. Topu geçirir qapıdan. 5-5. Nadir Məmmədli. Nadir penaltı vuracaq. Penaltini yerinə yetirəcək. Görək növbəti dəfə komandasını hesabda irəli çıxara biləcəkmi? Bir ekosistemi futbolçusu. Nadir Məmmədli. Fit səslənir. Nadir gəlir. Nadir zərbə və top qapıdadır. 6-5. 6-5 hesab. Güven yenə qapıda. Cəlil Cəlilov. Cəlil. Cəlil gəlir. Cəlilov 6-6. 6-6. Qalib olacaqmı bu penaltilər seriyasında? 6-6 da artıq hesab. Kim qalıb? Penalti vurmayan. Yenidən böyüyağa yaxınlaşır. Bütün oyuncular bitib, amma deyəsən Tərlan Aslanlı qalıb. Tərlan Aslanlı vurmalıdır. Bəli, Tərlan Aslanlı qalıb. O vurmalıdır, daha sonra sıra yenilənə bilər. Yenidən başlaya bilər. Tərlan Aslanlı Fərrux Əliyevə qarşı. Bütün komanda yoldaşları ona dəstəyə gəldilər. Fit səslənir. Tərlan Aslanlı necə çətinliklə alındı, amma özünün də nəfəs dərməyindən hiss elədik. Necə çətin alındı, son anda ayağı da sürüşdü. Çətinliklə top keçdi qapıdan. Və indi özü durmaq istədi qapıda yenidən. Penalti vurduqdan sonra penalti çıxarmağa çalışacaq növbə isə Fərruxdadır. Fərrux və Tərlan! Amma. Yox. Penalti təkrarlanacaq. Səbəb nə oldu buna? Tərlan Aslanlı penaltini qaytarmışdı. Sarı vərəqə də göstərilir böyüyağa Quliyevə. Fərrux Əliyev yenidən penaltini yerinə yetirəcək. Tərlan Aslanlı bunu da çıxarmağa çalışacaq. Fit səslənir. Fərrux Əliyev. Tərlan Aslanlı çıxarır penaltini. Amma yox. Xəttdən irəli çıxmışdı. Sarı vərəqə də göstərilir Tərlana. Xəttdən irəli çıxmışdı Tərlan Aslanlı.
Buna görə də penalti təkrarlanacaq. 2 dəfə dəf etdi. Görə 3-cüdə olunacaqmı? Fərrux Əliyev və top qapıdan keçdi mi? Burada dirəyə dəydi, amma deyəsən içəridəki dirək idi. Bəli, bəli, qol idi, qol idi. Top içəridəki dirəyə dəyib, qayıdıb. Və bütün oyuncular bitdi yenidən. Sıra qayıtdı başa. Böyüyağa Quliyev 7-7 artıq hesab. Hər iki tərəf bir penalti qaçırıb, amma eyni anda. Böyüyağa Quliyevin zərbəsi Fərrux Əliyev penaltini dəf etdi. Penaltini dəf edir, indi görək. Necə olacaq? Böyüyağa özü keçmək istəyir qapıya. Bəli, Böyüyağa artıq 3-cü fərqli oyunçudur ki, qapıda dayanacaq bir ekosistemində. Nurani İskəndərov bu penaltini vursa, komandası bu maçın qalibidir. 3-cü yerin sahibi olacaq Qlobal Logistika. Əgər Nurani İskəndərov bu penaltini dəqiq yerinə yetirə bilsə, görək Böyüyağa səhvini düzəldə biləcəkmi, günahını yuya biləcəkmi? Fit səslənir. Nurani İskəndərov! Nurani İskəndərov! Qlobal Logistika 3-cü yerin sahibidir. Oyunda da qol vurdu. Penaltilər seriyasında da 2 dəfə dəqiq oynadı və komandasını 3-cü yerin sahibi edir Nurani İskəndərov. Hörmətli izləyicilər, 3-cü yer uğrunda oyun başa çatır və bu maçdan reportajımızda bitiririk. Bir qədər sonra finalda Yellow Bank Azərsun oyununda yenidən görüşərik.